Azərbaycan Dövlət Dəniz Akademiyasında Akademiyanın yaranmasının 30 illik yubileyi və Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi münasibəti ilə təşkil olunmuş bilik yarışı 2026 intellektual müsabiqəsi keçirilib. Müsabiqədə Akademiyanın müxtəlif ixtisaslarını və təhsil səviyyələrini təmsil edən 11 komanda iştirak edib. İntellektual yarış, seçim, yarımfinal və final mərhələlərindən ibarət olmaqla tələbələrin ümumpeşə biliklərinin yoxlanılması, analitik düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və komanda işi bacarıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Yarışın sonunda Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev qalib komandalara diplom və pul mükafatı ilə, digər iştirakçıları isə sertifikatlarla təltif edərək xatirə şəkli çəkdirib. Eldar Qocayev çıxışında bildirib ki, bu cür intellektual yarışlar tələbələrin bilik və bacarıqlarının inkişafında, eləcə də akademiyada sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynayır. Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi himninin səsləndirilməsi ilə başa çatıb. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.